Değerli Ata TV izləyiciləri, hal-hazırda mən Azadlıq metrosunun ərazisində, yaxınlığındayım. Bildirmək istəyirəm ki, gördüyünüz kimi burada bizim gözəl bir keçidimiz, necə deyərlər, burada tikilib, yaradılıb, dövlət tərəfindən yaradılmış bu keçiddə baxırsınız. Baxın, şəhidlərimizin də şəkilləri hamısı gözəlliklərlə burada vurulub. Bildirmək istəyirəm ki, yəni məqsədim nədir? Məqsədim mənim budur ki, burada mən bir neçə ay öncə bir çəkiş etmişdim. Həmin o çəkişdən sonra yəni burada eskalatorun yuxarı qalxma məsələsi var. Baxırsınız, gördüyünüz kimi var. Amma aşağı düşən tərəfi işləmir. Soruşduğum məlumatıma görə, bildiyimə görə, eşitdiyimə görə, yəni neçə ildir bura belədir, işləmir. Mən də istəyirəm ki, bunu işıqlandırım. Notariat kontorunun yanı, gözəl yer. Burada insanlar, yaşlı xanımlar, analar, bacılar, uşaqlı gəlinlərimiz buradan düşəndə yüklə, sumka ilə necə düşməlilər? Çox çətinliklə düşməlilər. Mən bu çəkişi başladım. Kakras var indi ilə düşənlər də var, uşaqlarla düşür, uşaqlı düşür. Görürsünüz, çətinlik yaranır. Ona görə mən də elə bir Ata TV-nin rəhbəri olaraq xahiş edərdim ki, yəni bu məsələni qabartsınlar, insanlara xidmət etmək yaxşı şeydir. Axı bizim ölkə başçımız, Cənab Ali Başkomandanımız, özüm də artıq eskalatora minərək yuxarı təbəyə qalxıram. Yəni işləsə bu eskalator, görürsünüz, hamı, indi burada sumka ilə gələnlər olsa, mən istəmirəm ki, çox kameraya düşsünlər insanlar, görürsünüz, necə bir hal baş verir. İstəyərdim ki, bir daha təkrarsızlıq olmasın, keçidin içindən gedirəm. Görürsünüz, nə gözəl, sərgəsahman da var, bu da var. Amma bu eskalatorun işləməməsi məni çox təəccübləndirir. Görəsən bunun nə qədər rəsxodu, xərci, xəcaləti var ki, bu işləmir. Bu niyə görə işləmir? Mənim də məqsədim bu eskalatorların sağ-sol tərəf, hər tərəfdən yəni aşağı düşən tərəfi işləmir. İstəyərdim ki, insanlar rahat geçsin, gəlsin. Bu məqsədlə mən bu çəkiş eləyirəm. İndi burada 5-ci bölmə tərəfə keçirəm. Bilirsiniz necədir? Yəni, hər şey həyatda var. Həyatda hər şey öz, izlərlər. O istifadə qaydalarını hər birimiz bilsək, yaxşı olar. Burada da qalxan tərəf, eskalatorun, görürsünüz, işləyir. Çox rahatçılıqdır. Amma eniş tərəfi görürsünüz. İndi mən özüm buradan necə düşəcəm? İndi onu da Allah bilir. Düşüb aşağıdan da bir balaca bir çəkiş edəcəyəm ki, tam yəni buranı görsünlər. Yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyində olan bir məsələdir. Bunun həlli mən inanıram ki, tezliklə həll olar. Ona görə ki, bu axır ki, özüm də bir təhər düşdüm. Baxaq. Mən özüm insanların çoxsunu çəkmək istəmirəm. Amma qoy görsünlər ki, yəni bu çəkiliş qərəzli deyil. Sadəcə yəni bizim işimiz xəbər verməkdir. İnsanlar qoy rahat gəlsin, rahat geçsin. Bu ağsaqqal gəlir, çox çətinliklə gəlir mənim kimi. Gör necə çətinliklə düşür. Ağsaqqal, bu eskalatorun işləməməsi haqqında. Necə deyək? Gör nə yapırlar şeylər, ekonom ellər. Neçə ildir bura işləmir? Çoxdan. 3 il, 5 il. Var, 3 ildən çox.
Həmişə burada istifadə edirsiniz. Bəli, bəli, təkman yox, hamı istifadə edir. Bax görürsünüz. Ne kadar burada enerji yandırır ki, o da heç olmasa işin qutaran vaxtında bir 2 saat, 3 saat işletme olardı. Mən çəkilişimiz o nə qədərdir. Mən insanlardan elə ağsaqqal olaraq ondan soruşdum. Və indi bizim balaca balamız İraq, Allah göstərməsin, qasa gəlir, uşaqdır. Hadisə baş verər, olmasın. İşləsə bu eskalatorlar bizim də bağlarımız, nəvələrimiz rahatsızlıqla aşağı düşər. Ümid edirəm ki, bu məsələ öz həllini tapar. Bayaq da işıqlandırdım. Şəhidlərimizin şəkillərinin bütün burada gözəlliklərlə vurublar, işıqlandırıblar, göstəriblər. Xalqımızın qürurlu, xalqımızın necə deyərlər, belə oğlanlarını hər kəs tanımalıdır. Bu oğlanların da, qardaşlarımızın, bağlarımızın da istədiyi nə olub? Torpağımızın bütövləşməsi, xalqımızın yaxşı, firavan yaşaması, rahat yaşaması, rahatsızlıq. Bəli. Bir daha bildirmək istəyirəm ki, Yerüstü Nəqliyyat Agentliyindən elə mən də bir sözümü bir rəhbər kimi, yəni bu ikinci dəfə çəkilişimdir mənim, yəqin ki, nəzərə alarlar. Ata TV, Rəsafil Bayramov.